genç gedir ey insan, obadan torpaktan, ot yok olur ocaktan. Senden benden dünyada ayamayın. Dedi, yuxuda görmüşəm, filan şey istəyirəm. Deyirəm, nə yemək istəyirsən? Hə, gördüm, xoşuma gəldi, istədim gəldim. O məsələn, bir şey istədi, gördü də. Mən istəyirəm ondan, deyəm, xoşlu pusat deyəcəm deyəm. Biraz pişirirdim, hazırlayırdım, verirdim ona. Nə istəyirdi, lazım istəyirdi, eləyirdim onun üçün. Əzinəm, baxtiyarım, baxtımın ey, baxtımın taxtiyarım, üzündə göz yeri var, üzündə göz yeri var, sənə kim baxtiyarım? Bir şey istəyəndə həmişə deyirdi, Zuma, filan şey gətir mənim üçün, filan şey ver. Çay istəyirdi, çörək istəyirdi, nəsə çağırırdı məni elə. Bilirdim ki, indi çay istəyir, tələsiz bilirdim də işini. Ona görə tez eləyirdim, hazır eləyirdim əvvəldən hər şeyi. Bilirdim ki, vaxtı, yeməyin vaxtı deyə nəsə istəyəcək. O, mən bilirdim hamısını. Ona görə əvvəlcədən düzəldirdim, qoyurdum hazır. Çayını süzürdüm, hər şeyini aparırdım, nə istəyirdi. Nefesim oldu. Her şey dedim ki. Mən yeganə bəy nəsliyəndənəm ki, mən hamıya, bütün vətəndaşlara dil tapmağa bacarım. Çok sevirdim ben, çok doğrudan istiyordum. Daha buralarda gelirdi, bakırdım koca kişimizden, yaşlı adamlar danışır. Yavaş yavaş gelirler. Yana bir kişinin bir arvad. Da söhbət edirdim. Biz de geleceğiz, yəqin belə olacaq. Allah koysa biz de böyle gələrik, buralarda da gəzərik. Ama razı olmadı. Vəfasız çıxdı. Fani ömür getdi yerə. Gecə ikən tövbə elə, Kərim Allah bəlkə elə, sabah apardı bizləri. Çəkmək dost bugün daməni səhraya məni, yoxdur olmaz.
aparma bu tamaşaya məni. Onun kitabları, aşkısı, müşkası, hamısı orada qalıb, saxlamışım. Daha xəstə olanda dərman alırdım. Bu da durmam. Mən səni izlədim, günah tək gizlədim, gizlədim. Hər səhər, hər axşam, hər gündüz, hər gecə gözlədim. Götürmüşəm, hamısı yerindədir. Necə var? Dərmanları, hər şey yerindədir. Ömrümdə nə qaldı vəfasız dünyada. Əlvida o günlər, ulduzlu gecələr, əlvida. Ömrümdən nə qaldı vəfasız dünyada. Görüşdük, nə çətin ayrıldıq nə asan. Hardasan həyatım, varmısan, yoxmusan. Mən səni izlədim, günah tək gizlədim, gizlədim. Hər səhər, hər axşam, hər gündüz, hər gecə gözlədim. Gec gəlirdi evə açığı, yəni çox işləyirdi. Bir səhər gedəndə bizi məktəbə qoyanda bir görürdüm onu. Düşürdürdü bizi. Bir də axşam gəlib düşürdürdü evə, bir də gedirdi, bir də axşam gəlirdi. Çox işləyirdi, yəni evdə az olurdu. Yəni çox görmürdük. Yəni mara aparanda hər yerə onu da görürdük. Deyəcəm, bu sözü hamı bilir. Yəni bu sırf mənə aid bir şey deyil, sadəcə olaraq onu deyəndə o ağlıma gəlir. Çünki uşaqlıqdan elə o sözü deyir demiş. Dostlar arasında da, evdə də, keyfi saz olanda, lülülü. Həmişə soruşurdum ki, ay baba, bu nə deməkdir? Heç özü də inansız bilmirdi, elə o deməkdir. Mən deyərdim, bütün atalar necə o da elə. Yəni, qayğı keçirdi, qayğımızı çox çəkirdi, nazımızı çəkərdi. Evdə istəməzdik, yəni artıq bir iş görək, əziyyətimiz olsun. Tullantıları belə yəni qoymazdı ki, biz özümüz evdən çıxardıb ataq. Yəni məşhur olmağına baxmayaraq çəkinməzdi, utanmazdı, öz eləyərdi hər şeyi. Hətta anama belə əziyyət vermirdi. Yəni qayğımızı çox çəkirdi. Hər yerə aparardı, rayonlara aparardı, uşaq vaxtı çox aparardı. Dağlıq rayonlara gəzdirərdi, dənizə aparardı özü. Nəsə bir şey xoşuna gəlməyəndə, məsəl üçün, hansısa bir hərəkətin ya sözün var idi bir baxışı ki, çox adam elə bilir ki, yəni evdə də yumoristik olduğuna görə hamı elə bilir, evdə də elə də deyib güləndi, amma yox, elə deyildi. Ciddi adam idi, sərt idi biraz, hətta. Yəni çox yüngüllüyü sevmirdi, deyib gülməyi. Yəni biz qız xeylağı olduğumuz üçün hətta bizim çox deyib gülməyimizi də xoşlamazdı. Yəni qadın ağır olar deyirəm ki, yəni sərt idi. Sərt deyəndə ki, yəni ciddi xasiyyətli idi də, yəni belə çox sıxma boğmalı adam deyildi, amma ciddi adam idi. Onu hər xatırladıqca, hər darıxdıqca kitabı açıb oxuyuram. Amma bir şey xatırlayıram ki, bir filmdə Qaçaq Nəbidə Çolxa roluna çəkilib. Bir dənə o filmə heç vaxt baxmamışam. Baxdığım bir dəfə olmuşdu. Ta ki, hardasa böyük vaxta qədər mən o filmə təkrar baxmamışam. Bir dəfə baxmışam ki, necə onu baş aşağı çevirib. Ondan sonra o filmə heç baxmamışam. Ne vaxtdan görürsün yolu bu yanlardan olur be. İndi əlin böylər ətəyindədir, yəqin cibin dolu olar. Axtarın onun üst başını. O qədər ağladım ona baxanda, uşaq balacaydıq. Ondan sonra dedim, yox, mən bu filmi, mama dedi ki, çağırırdı ki, gəl filmə. Dedim, yox, o filmdirsə baxmıram. Yəni, çox pis olurdum. Yəni, ona filmdə təbii olaraq o obraza layiq idi, yəni o obrazın haqqı idi onu eləməkləri, amma mənim atam olduğuna görə xoşlamadım, baxa bilmədim. Mənə belə gəlir ki, bütün məşhurların, yəni aktyorların da daha çox
hər halda uşaqları, yəni atasına elə bir obrazda baxa bilməz. Hətta bir aktyor var, Pierre Richard, hamı tanıyır. Onun da oğlu belə bir şey. O da intervyusunda bir dəfə demişdi ki, mənim uşaqlarım baxmır. Çünki səni səfeh rolunda çəkirlər deyə xoşumuz gəlmir deyə baxmırıq. Mən də onun tipli yəqin. Düzdür, yəni böyüyəndən sonra təbii ki, mən bunu başa düşdüm. Hal-hazırda o filmə baxıram. Yəni çox yaxşı da ifa eləyib bütün aktyorlar. Allah ölənlərə rəhmət eləsin, qalanlarına da can sağlığı. Çox gözəl ifa eləyiblər. Amma uşaq vaxtı, yəni mən onu dərk eləmirdim ki, mənim atam kiməsə nəsə öyrədir. Mən sadəcə xoşuma gəlmirdi yəni. Amma ona həvəslə baxıram təbii ki. Hətta çəkilişlərində iştirak etdiyimizə görə başdan axıra kimi biz yanındaydıq çəkiliş vaxtları. Yəni əlbəttə biz oradaydıq. Yəni orada qalırdıq. Səhv eləmirəmsə ya Mərdəkan ya Şüvəlanda çəkilirdi. Bəli. Oradaydıq. Dəniz səhnəsində də bizi çəkib hətta orada. Çox adam bilmir. Bəli. Biz orada qalırdıq, hə, elə orada qalırdıq. Həmişə də yanındaydıq. Yəni bütün truppa ilə bir yerdə idik. Hamısı gözümüzün qabağında olurdu. Bəzi bağ çəkilişlərinə getmirdik, amma ora da getdiyimiz olurdu. Ona görə də ona həvəslə bax. Ümid edirəm ki, yəni böyük qızıyam, yəni mən ümid edirəm ki, yəni əlimdən gələn hər şey elədim, məndən razı olar hər halda inşallah. Bilmirəm, yəni son sözünü də deyə bilmədiyinə görə, danışa bilmədiyimizə görə bilmədim, amma ümid edirəm ki, razıdır böyük qız olaraq. Əslində özü xatırlayır, yəni o qədər də yaşı az deyil, babasını xatırlayır. Mavi ekran hər halda yenə də kömək olacaq. Ən böyük dəstəklərdən biri mavi ekrandır. Yəni oradan görəcək. O gördükcə də hər halda öz xatirələrimi ona danışacağam. Hələ elə bəlkə də babasını da yaxşı tanıyır. Hər halda deyərdim, bu dünyada bir Ramiz də var idi. Yəni onu unutmaq olarmı? Bütün bunların saydıqlarımızın qismində idealım idi, belə deyək. Yəni mən həmişə uşaqlıqdan təkrar bu sözü deyirəm. Bizim qardaşımız olmayıb, 2 bacıyıq. Atamız bizə həm qardaş olub, həm ata olub, nə bilim, həm dayaq olub. Yenə də deyirəm, bütün bunların timsalında da mənim idealım olub, hər barədə yəni. Nə qədər sərt idisə, həyata qarşı, çünki sərt olmağa məcbur idi. Çünki kişi xeylalıdır da, yəni sərt olmağa məcbur idi. Amma ki, o ilə bərabər çox kövrək, ürəyi yumşaq. Dost canlı, ailə canlı, nə bilim, qohumlarına qarşı, ailəsinə qarşı, dostlarına qarşı, hamı onu bilir, yəni tək biz yox da. O qədər səmimi idi ki, vallahi elə dostları da onun üçün ailə kimidir, elə vallahi hansı dostundan sorsanız, onlar da onu ən az bizim qədər tanıyırlar. Çox kövrək, çox mərhəmətli, çox səxavətli. Yəni, belə biraz pis çıxmasın, biraz atamdır, çox tərif kimi çıxmasın, amma hər barədə müsbət keyfiyyətlərə malik insandır. Nə bilim, o barədə... Yox. Bizdə ümumiyyətlə biraz bilsiz necə idi? Hər barədə, yəni ailədə cəmi həmişə deyirdi ki, 2 qızım var, bilirəm ki, elə 2 dənə də oğlum var. Yəni hər barədə ancaq tarazlıq idi da. Yəni sevgidə də, hörmətdə də, münasibətdə də, evlada qarşı. Ona görə bilmirəm, bəlkə öz ürəyində kimisə daha çox bənzədim, amma biz onu heç vaxt hiss eləməmişik. Mən inanırsınız, ən çox onu necə xatırlayıram. Belə pis çıxmasın, daim onun çiynində. Elə bilirdim ki, bir dağın üstündə gəzirəm. Mən biraz evin kiçiyiyəm, son 5-yəm də. Mən daim çiynində gəzirdim. Bacım əlindən tuturdu, mən də çiynində. Elə bilirdim ki, elə bir dağın üstündə oturmuşam. Yəni belə. Çox, yəni bilsiz necə, mehriban ata idi. Düzdür, çox vaxtı olmasa da sənəti ilə bağlı. Yəni ki, bütün gününü bizə həsr eləməyə. Amma həsr elədiyi vaxtlarda çox mehriban. Başına gəldi. Onun ən çox bizdən bir evlad kimi gözlədiyi, həmişə istəyirdi ki, biz onun sənəti ilə maraqlanaq. Yəni o ilə bir şəxsiyyət kimi maraqlanaq, sırf ata kimi yox. O həmişə onu bizdən gözləyirdi. Biz də indi əlimizdən gəldiyincə, bacım da, mən özüm kinostudiyada işlədiyim üçün çox yazı pozu işini, kağız işini, belə şeyləri, misal üçün nəsə yazı yazırdı, verirdi mənə çap elə. Belə şeyləri. Həmişə deyirdi ki, mənim sənətimlə maraqlanın, mənim davamçım olun. Düzdür, istəmirdisə də ki, çox biz bu sənətin içinə girək, amma çox istəyirdi ki, biz bir şəxsiyyət kimi onu, yəni onun sənətkar kimi qoyduğu irs, yəni itib batmasın. Biz onu qoruyub saxlayaq. Həmişə bizdən istədiyi olub. Ki, mən olmayandan sonra da bacardığımız qədər
çalışın ki yazılarım, kitablarım, yəni sənətim itib batmasın. Yəni biraz da mənim hal-hazırda oradan ayrılmaq istəməməyimin də səbəbi biraz da odur. Yəni hər barədə biz necə onun ayaq səsi var orada. Koridora gəlirdi, səsini eşidirdim. Zümzümə ilə girirdi. Hamı çıxırdı qapılardan ki, o Ramiz müəllim. Tez qapılar açılırdı ki, papam gəldi, papam gəldi. Onlar heç vaxt silinmir. Papanın otağı 3-cü mərtəbədə idi. Düzdür, sonradan da işləmirdi, getmirdi amma. Heç getmirsən o otağa ya? Otaq boşaldılandan sonra yox, amma əvvəl tez-tez gedirdim. Papa olmasa da müəyyən işləri üçün göndərirdi məni, onu götür, bunu götür, gedirdim. Amma otağı da mən boşaltmışam. Biraz belə nə bilim, elə onda biraz elə bir ürəyim bir tər oldu da. Yəni ki, insan istəməz ki, işindən, peşəsindən ayrılsın. Ona görə ondan sonra yox, açığı heç, ümumiyyətlə o koridora dönmürəm. Yox, ancaq kinolentlər idi, senarilər idi. Yenə də deyirəm, sırf onun sənətindən danışan, işindən. Yəni o ümumiyyətlə bütün hər barədə özünü sənətə vermiş insan idi deyə. 9 yaşından da bu sənətin içində idi də. Ona görə onun üçün nə bilim, valla bəlkə böyük mənada hər şey o sənətin bir parçası idi onun üçün. Hər şey. Həmişə hətta həyatı belə, əstəğfurullah, pis mənada çıxmasın, həyatı belə ona bənzədirdi ki, elə bir ki, deyir, Allah kino rejissordur, insanlar aktyorlar. Biz də deyir, bu film, yəni o hər şey onun üçün elə bir onun bir parçası idi. Çünki, necə deyim sizə, birdən nəyisə bacarmaram. Yəni onun sənətini, onun şəxsiyyətini düzgün təqdim etməyi birdən bacarmaram. Yəni mən bunu layiqli bilmirəm də. Yəni o baxımdan heç vaxt eləmirəm. Yox, yəni bunu bacaran insanlar var bizdə. Niyə də yox? Bunu bacaran insanlar var. Sadəcə bacaran insan eləsin. O düşüncədəyəm. Yəni çünki biz necə o sənətdə də, insaniyyətdə də, yəni bir şəxsiyyət kimi elə bir mərtəbədədir ki, onu oradan endirməyə heç birimizin ixtiyarı yoxdur. Nə insanların gözündə, nə xatirələrdə. Yəni eləsəm gərək layiqincə eləyim, ondan da mən çox qorxaram. Çox. Ki, birdən bacarmaram. Ona görə də yəqin ki, eləyə bilənlər var. Niyə də yox? Ölkəmizdə istedadlı insanlar çoxdur. Mən heç, yəni papa rəhmətə gedəndən elə bilirəm ki, öz ürəyimdə belə onunla danışmamışam. O şey məni çox qorxudur deyə. Yəni hələ o həqiqətin üstünə gəlməmişəm yəqin ki. Yəqin zaman onda yəqin çox sağ ol deməyin də bir yolunu tapacam özümə görə. Yalan bədii filmi çəkmişəm. Qovğalı gecə, kəndinin gecələri. Ha vaxta kim belə olacaq? Nə qədər gizlədəcəksən bu yalanı? Nə bilim valla. Ha istəyirəm. Açıb deyim ki, uşaq. Salam ya, verəmə. Deyə bilmirəm. Anasının ümidini qırmaq istəmirəm. Valla Ramiz müəllimi elə 61-ci ildə rəhmətli yatan bir televizor almışdı. O rekord televizorlardı. O televizoru açanda gördüm ki, belə bir şən, məzəli danışan bir adam var. Soruşdum ki, bu kimdir? Dedilər, bu Ramiz Əzbər. Ondan tanıdım. Amma üstündən bir 30 il keçəndən sonra tanış olduq Ramizlə. Və ondan sonra da ömrünün axırına kimi dostluq elədik. Mənim əhval ruhiyyəmdə bir ala gözdüm. Emin Sabitoğlu sözləri Nigar Rəfiqoğlu. Ala gözlüm senden ayrı geceler bir il kimi uzun olur neynəyim Akşamızda kızıl güller her seher Erken açır bahtsız olur neynəyim
olsa kızıl güller her seher erken açır, vaktsiz solur neynəyim. Çiçekleri çekir gözü intizar, ayrılıkta beter dünyada ne var? Çiçeklerin çekir gözü intizar, ayrılıktan beter dünyada ne var? Ah, ah, yaz akşamı seni bil ki bu nikah hezin hezin ya da salır neyneyim. Yaz akşamı seni bil ki bu nikara gülüm hezin hezin ya da salır neyneyim. Tez gələsən, bəlkə əlac edəsən, sümbüllərin saçını yığıb görəsən, dərən fili gəlib özün dərəsən, yolda qalıb axışların eynəyim. Dərən fili gəlib özün dərəsən ay gülüm, yolda qalıb axışların eynəyim. Çiçeklerin çəkir gözü intizar, ayrılıktan beter dünyada ne var? Çiçeklerin çekir gözü intizar, ayrılıktan beter dünyada ne var? Ah, ah, yaz akşamı seni bil ki bu nikah hezin hezin ya da salır neyneyim. Yaz akşamı seni bil ki bu niyaş ha gülüm hezin hezin ya da salır Həyatın quruluşu belədir. Kimsə doğulur, kimsə həyatını dəyişir, dünyasını dəyişir. Ramiz Əzbərli də eyni milyonlar kimi bir adam idi. O da doğuldu, həyat yaradıcılığını ifa elədi, sonra da dünyasını dəyişdi. Görəm o kadar da pis oğlan deyirsən. Gel bir de yoxlayaq. 2, 5, Bəs ikisi bir yerdə? 7. Yox. 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 25. 25 başa düşdü? Yox. Следующий. Mənə araç lazımdır. Davay. Manat. Maladayız. 2. Aha. 5. İkisi bir yerde. 25. Ha.
25. Balades. Ramizin 65 illiyi. Belə oturub həmişə kimi bir yerdə söhbət edirdik. Dedim ki, Ramiz müəllim, icazə versən sənin 65 illiyini Heydər Əliyev sarayında keçirək də. Yubiley də nə qədər olmasa. Dedi, özüm bilir. Mən də götürdüm bir məktub yazdım Mədəniyyət Nazirliyinə. Üstündən bir 15-20 gün keçdi, cavab gəlmədi. Dedim, Ramiz müəllim, bəlkə də məktubun kopyasını birində götürək, gedək özümüz Mədəniyyət Nazirliyinə. Dedi, gedək. Getdik Ədalət müəllimin yanına. Məktubu verdik, söhbətimizi elədik. Dedi ki, bu bizim qeyri-hökumət təşkilatı həm birinci vitse-prezident idi, həm də fəxri üzvü idi. Dedik, biz qeyri-hökumət təşkilatından Beynəlxalq Xeyriyyətçilik Assosiasiyası Ramiz müəllimin 65 illiyini qeyd etmək istəyir Heydər Əliyev sarayında. Dedi, demək istəyirsiniz, eləyin, biz bir söz deyənməliyik. Təbii ki, sarayın icarə haqqını da ödədik və o 65 illiyi keçirdik. Amma təxminən bir həftə qalmış Mədəniyyət Nazirliyindən bir xanım zəng vurdu. Dedi ki, sizin məktub var, gəlib mənə. Bizdə də belə göstəriş var ki, 65, 75, nə bilim 85 bu yubiley sayılmır. Ona görə biz buna icazə verəmərik. Biz də sarayın icarə haqqında keçirmişik, hazırlıq gedib, bir həftə qalıb yubileyə. Dedim, xanım, icazə verin ki, gəlim sizlə orada söhbət. Deyir, nə söhbət da, icazə vermirlər, 65. Getdim, görüşdüm, adı yadımdan çıxdı xanım. Bir 10 dənə dəvətnamə verdim buna ki, bir həftə qalıb, bir həftədən sonra yubiley. Nəyə icazə vermişsiniz? İcarəni də vermişik, hazırlıq da görülüb, hər şey hazırdır. Deyir, yox, mən bilmirdim, mən bundan xəbərim yox idi. Laf yaxşı, gəlib iştirak edəyərik. Elə gəldilər, iştirak elədilər, sağ olsunlar. Səhv eləmirəmsə, Ədalət müəllim özü də çıxış elədi o yubileydə, 65 illiyində. Valla mən elə Ramiz müəllimi özünü tam xatırlayıram. Ramiz müəllim çox istedadlı, çox belə dostpərvər, qardaş kimi hamıya yanaşan, çox da istedadlı bir adam idi. Mən uşaq vaxtından eşitmişdim ki, deyirdilər, hər oxuyan Molla Pənah ola bilməz. Fikirləşirdim ki, bu Molla Pənah görən kim olub ki, bu hər oxuyan Molla Pənah ola bilməz. Sonra məlum oldu ki, həm dövlət xadimi olub, həm yazar olub. Amma mən elə fikirləşirəm ki, hər oxuyan Ramiz Əzbəli də ola bilməz. Çünki Ramiz Əzbəli həm aktyor idi, gözəl aktyor idi, həm çox istedadlı rejissor idi, həm professor idi, universitetdə dərs deyirdi. Və ondan da çox keyfiyyətləri də var idi. Hələ hər oxuyan mən elə deyə bilərəm ki, Ramiz Əzbəli ola bilməz. Müğənni kimi də müğənniliyi var idi. Hərdən cızma-qara rəssamlığı da var idi. İdmançı da olmuşdu. İsrafil əmi! Ay İsrafil əmi! O düzdür ki, sizin dükana Manqol dublon... Gətirmişlər Manqol turistləri alıb apardılar. Arazda xar lililədir o, dəstə gülülədir o. Araz axar lililədir o, dəstə gülülədir o. Mən yarımı sevirəm o, şirin dililədir o. Mən yarımı sevirəm o, şirin dililədir o. Əzinəm ay, bir dəmə Sen orada. Ay yoldaş, biraz sakin olar. Olar. İyi olmuş. Ömür geçti ay.
geçti cavan olmaram. İsa baladır. Bir de mən yaman tello, tello can tello, canım tello, tello can tello, aman tello, tello can tello, canım tello, tello can tello, aman tello, tello. Pis oynamırlar. Biraz emosiya azdı. Emosiya. Ada biraz dili oynayayım da. Araz üstte, buz üstte tello, kababı yanar köz üstte tello. Araz üstte, buz üstte tello, kababı yanar köz üstte tello. Koy beni öldürsünler tello, bir ala göz kız üstte tello. İndi necə? Pis deyil. Mənim dayım oğludur İsa bala. Yaxşı demək olar. Lazım gəlsə olar. Niyə olmur ki? Aman tello, tello can tello, canım tello, tello can tello. Görəsən, Manqol turistləri Manqol dublonkasını buradan niyə alırlar? Orada mən bilən göz qaş edir ki, yəni kimsə gəldi, yoxsa elə deyildi. Bəli. Komissiya gəlib deyirdi. Göz qaş edir ki, komissiya gəlib. Rəhmətliyin Yaşar Nuri dedin, yadıma bir epizodda düşdü. Rəhmətliyin dəfnində, vida mərasimində Yaşar Nurinin biz hamımız yığışmışdıq. Dram teatrın foyesində oturmuşduq. Cəmaat gəlib gedirdi Yaşar Nuri ilə vidalaşma mərasimidir. Rəhmətlik Habil Əliyev gəldi. Habil Əliyev gələndə yer verdik, oturdu. Bir dənə kreslo var idi, qalanımız ayaq üstə durmuşduq. Habil Əliyev oturdu, biraz söhbət, xatirələr zat. Sonra dedi ki, əşib, bu da bir kişi deyildi. Yaşara dedi. Habil Əliyev deyəndə, bilmirəm kim idi, Rasim Balayev idi, yoxsa kim idisə, dedi ki, dostlardan kim idisə, dedi ki, ay Habil, niyə hələ deyirsən, hiç yazığın hələ soğumuyub bədən, deyəndə dedik, görmürsən, mənim növbəmə girdi. Burada deyirlər ki, gəzməyə qərib ölkə, ölməyə vətən yaxşı. Həyat ömür bir dəryadır dərindən dərin. Bu dünyanın sevinç yeri, kövrək yeri var. Hər tilsimin bir açarı olduğu kimi, dünyanın çox güman örnəkləri var. Dostlarım həddindən artıq çoxdur. Biri elə bu Nicat Əskərov, bizi bura dəvət eləyənlər. Rauf bəy, onun bağında oturmuşuq. Bacanağımdır, Elmanım. Görüş. Nətəsə? Hərdən səni yad edəndə o dilbərimə qulaq asıram. Sən, mən, Ramiz Rövşən, Musa. Çox. Prosto ola, çəkiliş olaydı gəl olardı. Ramiz, mən xoş gəldin. Hoş olsun. Kesin. Necə olasın, hələ mən... Yox, saralmışdım, solmuşdım. Ölməyə hazırlaşırdım. Allah saxladı da. Ya, Əzrail baxıb görüb mənə səhv eləmişəm. Mənə lazım döysən. Qaytar, apar qaytar. Əvvəlcidir, kitabçı. 4 dövə buraxırlar bunu. Əziz dostum, mehriban qardaşım, Rauf bəy.
Sən həqiqi Karolsan. Karollar Karolusan. Hələ bunu bu vaxtacan. Sənə hədiyyəmi qəbul elə. Müəllifdən. Uğurlar olsun. Sağ ol. Heç belə mənə təmtaraqlı kitab verən olmamışdı. Nəhcül bəlağədən misal gətirmişəm. Açılan kimi. İmam Əlidən. Valideynlərimin əziz xatirəsinə. Dost sözü həqiqətən heyciyə bölünmür. Yəni dost hər adamda dostluğu axıra qədər davam eləmir. Eləyə bilmir daha doğrusu. Amma Ramiz müəllim həqiqətən dostluğa sədaqətli bir insan idi. O biri ilə dostluq eləyirdi, axıra qədər onu sınıyırdı, hər tərəfli yoxluyurdu. Ondan sonra o dostluğu davam eləyirdi. Bəzən dostlar da birdən biganə yanaşır, ya axtarmırlar onu. Amma Ramiz müəllimin dostları çox idi. Onu da çox istəyirdilər. Qardaş öz qardaşın almayır gecə. Yaşamaq həddimiz enibdir heçə. Günün qayğısından usanan gecə yastığa qoymağa baş verir ilahi. İlin axırında, əsrin sonunda şeytan da, iblis də insan donunda, nadanın, nankorun, xamın önündə sinə ver durmağa döşür ilahi. Yağmura gümanlı yerlər kimiyik, taleyi dumanlı ərlər kimiyik, meydana atılan zərlər kimiyik, şans ver oynamağa şeş ver ilahi. Çox sağ ol. Ehdinə sırat-əl müstəqim deyən sənə sığınmışdır sənə əzəldən. Bəndən baş açmırsa hikmətlərindən yerin Əzrailə tuş ver ilahi. Çox fəlsəfi bir şey. Ramiz müəllim tez-tez məni çağırırdı. Onun şeirlərini ki oxuyanda hərdən mənə deyirdi, sən də gətir o şeirlərdən ver. Hərdən mən də kitab redakt eləyirdim. Bir gün bir kitab gətirmişdim ona, baxırdı. Deyirdi, bilirdim ki o şair biraz zəif şairdir. Amma o üzündən okurdu. Bir şeirə bir bənd baxan kimi deyirdi, bu elə bir o qədər güclü yazmır. Yəni Ramiz müəllim həqiqi çox istedadlı şair idi. Yəni qəzəl, hər adam qəzəl yaza bilmir. Korrektor var, Rauf İlyasoğlu. Şairdir, korrektor, mətbəədə işləyir. O mən bunu gözləyirəm ki, o gəlsin, ona verəcəyəm. Eləyir də, çap elətdirir. Amma çox sevinirəm ki, onun sağlığında kitabları çıxdı. Cızma Qaralar kitabı bir neçə dəfə nəşr olundu və son vaxtlar dünyasını dəyişəndən sonra Adəm Xeyriyyə İctimai Birliyinin təşəbbüsü ilə Nicat müəllimə mən sağ ol deyirəm. Bu kitabı çap elətdirdik. İmza Nəşrlər evində 500 tiraj çap olundu. Yəni orada tək onun şeirləri yox, qəzəlləri, aforizmləri, onun özünün deyimləri var idi. Hətta qısa hekayələri, novellaları, bax orada cəmlənibdi. Baxma, adın qoyub Cızma Qaralar, amma mən deyərdim ki, o Cızma Qara yox, əsl peşəkar səviyyədə yazılmış şeirlərdir. Onu sual verəndə ki, vətən nədir, nə boyda, nə biçimdə, məni görsət, vətən mənim içimdə. Doğrudan da Ramiz müəllim çox vətənpərvər insan idi. Vətənini, xalqını, dövlətini, insanları sevirdi. O pislik əlindən gəlmirdi. Hamıya yaxşılıq edirdi. Mən yeri gəlmişkən onu da deyim ki, Ramiz müəllimin bu Minacat şeiri, eləcə də o digər şeirləri Türkiyənin Sivas şəhərində şairlər seçkisi antologiyasında çap olunub. Yüzlərlə türk dilli şairlərin şeirləri içərisində də Ramiz müəllimin bu şeiri çap olunub. İndi oxuyum onu, görün necə o yazır. Bazar bahalaşıb, söz ucuzlaşıb, tamah harınlaşıb, göz quduzlaşıb. Qərplər daşa dönüb, o da buzlaşıb. Bu buzu qırmağa daş ver ilahi. Qardaş öz qardaşın almayır vicə. Yaşamaq həddimiz enibdir heçə.
Günün qayğısından usanan gecə yastığa qoymağa baş ver ilahi. İlin axırında, əsrin sonunda şeytan da, iblis də, insan donunda, nadanın, nankorun, xanın önündə sinə ver durmağa, döş ver ilahi. Yağmura gümanlı yerlər kimiyik, talehi dumanlı ərlər kimiyik, meydana atılan zərlər kimiyik, şans ver oynamağa, şeş ver ilahi. Ehdinəl sırat-əl müstəqim deyən, sənə sığınmışdır sənə əzəldən, bəndən baş açmırsa hikmətlərindən, yerin əzrailə tuş ver ilahi. Onun dini şeirləri də çoxdur. Yəni onun Rəsul Peyğəmbərimizə həsr olmuş onun şeirləri var bu kitabda. Dini şeirlər çox idi. O dinə, imana bağlı bir insan idi. Məşəd ziyarətində də olur. Bəli, bəli, Məşəd ziyarəti. Amma vətənini çox sevirdi. Aç pencereni. Açma, hava gələr. Açma. Hava gül. Şəhvülət. Şahvülüt. Yoxdur şəhvülət. İğne. Kislorod. Yok. Yok. Tüstülə. Mən yox, mən çəkəməyim. Tüstülə. Sifətimə. Bir xaşım var. Qohum əqlimə çatdırın. Məni orada komsomolcu gəldilər. Şəhərində bastırsınlar. Su bir fasla savodunun yanında. Şəhvülün. Hələ gəlməyim. Sigaret. Şəhvülün. Yandır. Şəhvülün. Şahvülüt kimdir? Ərzad daşıyandı. Neydi görürsün? Yəyin qohumudur da. Qurban olum sizə. Elə yaşadığım yerdə bastırın. Alüminyum zavodun yanında. Orada elə safalı yerlərdir. Oralardan cürbəcür. Tüstülər çıxır. Sarı əlo, qırmızı əlo. Dadı da cürbəcür. Tuş, şəpşirin, şirin. Boğuluram. Boğuluram. Şəhvülün. Nəfəsi dayanır. Doğdu şəhvülün gəldi. Ha? Onda tez ol. Köməklə aparağa it. Tez. Gel, kalk yürü. Şəhvülün. Hana. Oxay! Canı! Həm gözəl Sumqayıt aktyor. haqqında belə bir mövzular oldu. Sumqayıt hava çatışmırdı, təmiz Bəli. Artıq dedi, mən yaşaya bilmirəm. Bəli. Oksigen. Yəni o Sumqayıtın o vaxt o zavodlar, fabriklər işləyirdi, o qazovka. Yəni o bilirsiniz, Ramiz müəllim yüzlərlə Mozalan o filmində həm çəkilib, həm də rejissor oldu. Yəni bu adam universal bir insan idi də. Yəni onun bütün sahələri həm rejissor idi, həm aktyor idi, telerejissor idi, həm şair idi, həm rəssam idi, həm idmançı idi. Məsələn, çox vaxta gələndə o gözəl nərtaxta oynayırdı. Yəni nərtaxtlarını gözəl bilirdi, şahmatı gözəl bilirdi. Yəni idmanın bütün sahələri üzrə futbolu çox sevirdi. Çox vaxta baxırdın, televizorda futbola baxırdı. Əsas da Türkiyə ilə oynanan o futbola çox maraq göstərirdi. Ömür bir dəryadır dərindən dərin. Bu dünyanın sevinç yeri, kövrək yeri var. Hətta Zümrüt xanım da bunu həyat yoldaşı, bizim əziz bacımız, Ağbirçək bacımız da xatırlayar ki, mən orada oturanda dedim, insan Ramiz müəllimlə danışanda müsbət enerji alır, yüngülləşir. O qədər bu insan belə təmiz, mənəviyyatlı bir insan idi. Belə, yəni ki, doğrudan da bu qeyri-adi bir insan idi. Ramiz müəllim haqqında keçmiş zamanda danışmaq doğrudan da adama üçün ağrılıdır, ağır gəlir. Çünki həmişə bu evə girəndə, hətta adamın bir olur da həyatda bir qanı qara vaxtı olur, belə
bir dənə baxırdı adama, elə bir söz deyirdi ki, rəhmətli bir qeyri-adi istedadı vardı. Hən qara qabaq adamda gülmək tuturdu. Hiss eləyirdi ki, belə adam yüngülləşib. Yəni bunu hər adam o sözü tapıb, o cür intuisiya sahibi olmaq o ancaq vergidir o. Adamın o cür yüngülləşdirirdi bu cürlə. Yəni Ramiz müəllimin doğrudan da Azərbaycanın mədəniyyət, incəsənət tarixində özünə məxsus yeri var. Həm də o çox şahəlidir də, bu elə-belə bir insan deyil. Həm bunun rejissorluq fəaliyyətini məndən öncə danışan Nicat müəllim qeyd elədi. Ən başlıcası da onun pedaqoji, müəllimlik fəaliyyəti, kafedra müdiri olub incəsənət institutunda, professor, çoxlu tələbələr yetişdirib. Bax, bu günlərin məni bizə danışdıran onun istedadlı tələbələrindən biri də Mirzəlil qardaş. Bir daha o istedadı ilə sübut edir ki, Ramiz müəllimin tələbəsidir. Ramiz Əzizbəyli kimi bir böyük bir sənətkarın, böyük bir şəxsiyyətin yetirməsidir. Başqa bir tərəfdən baxanda bu insan, məsələn, həyatda biz görmüşük ki, çoxlu savadlı insanlar olub, görkəmli yazıçılarımız olub, alimlərimiz, şairlərimiz olub. Onun istedadı ilə şəxsiyyəti bir-birini tamamlamayıb. Yaradıcılıqda bir insan olub, həyatda bir cür insan. Ben de ad çəkmək istəmirəm də, bizimlə bu, məsələn, Müşfiqə Danos yazan böyük yazıçılarımız olub. Amma Ramiz müəllim bir qiriyyətli, şəxsiyyətli insan idi. Onun yaradıcılığı ilə şəxsiyyəti bir-birini tam tamamlayıb. Bu, hər bir insanda olmayan qeyri-adi bir keyfiyyətdir. Bayaqların məndən öncə danışanlar onun dini şeirlərindən, onun necə bir ürəyində Allah xofu olmağından, necə bir ədalətli, sədaqətli insan olmağından danışırlar. Mən də bunu canlı şahidiyəm. Çox qəribə bir məsələdir ki, məsələn, Ramiz müəllimin başqa bir tərəfi də odur ki, bu insan çox bir qısa müddətdə adamı kəşf edə bilir, psixoloq idi. Məsələn, bu indi deməklə deyil ki, çox şahəli bir insana istedadı Allah verir də. Yəni bir sahədə bir müəyyən mərtəbəyə qalxmaq da adamın deyirlər istedadıdır. Amma bu gör neçə sahədə həm gözəl müəllim, pedaqoq, alim, həm gözəl rejissor, həm gözəl şair, həm gözəl insan. Bütün hamısı bir-birini tamamlayırdı. Rəhmətli doğrudan da oturanda, danışanda hiss edirdin ki, sonra adam yüngülləşib, müsbət enerji alır. Elə bir ki, o loru dildə deyirlər, adamda elə bir əlavə güc yaranır, belə bir yaxşı bir aura yaranır. Adam elə bir ki, belə həvəs yaranırdı, belə həyat gözəlləşirdi doğrudan da. İndi televizor o illərdə də, bu illərdə də yaxşı sənətkarı, insan ürəyinə yatan insanları görəndə insan üçün bir dost, elə bir sevimli bir dostdur. Yəni orada sənin ürəyin istəyən sənətkarlara, insanlara baxırsan, adam zövq alır, bir necə deyirlər, feyziyab olur da. Hamımız bunu şuurlu başa düşürük ki, hamımız bu dünyada qonağıq, bir gün gəlmişik, bir gündə haqq dünyasına qovuşacaq. Amma bu itki ilə adam barışa bilmir. Bax, bizdən öncə görürsünüz, Zümrüd xanım da, Ağbirçək xanım, ağıllı insan, sabah. Amma görürsünüz, nətər kədərlənmişdir, barışa bilmir bu itki ilə, həzm eləyə bilmir. Çünki Ramiz müəllimin həm də bir müdrikliyindən də mən sizə bir misal çəkeyim, yadıma düşdü, ona görə deyirəm. Bir də bu oturmuşdu, mənə qayıtdı ki, sən necə bilirsən, o atalar sözü var, hər şeyin təzəsi, şirin baxçı ləzzəsi ilə danışır, hər şeyin təzəsi dostun köhnəsi. Sən necə bilirsən? Dedim, Ramiz müəllim, mənim fikrimcə o aktuallığını itirib. Necə bəyəm, belə itirib. Dedim, bir də görsən insanın 20 illik dostu, dost bildiyi adam saxta çıxır. Bir də görürsən elə qanı təmiz, ürəyi təmiz, qanı təmiz də o nəsilli köhlü, nəsil nəcabət olan bir insanı bir ildir tanıyırsan, baxıb görürsən ki, bu Seyid Peyğəmbər övladı, ümumiyyətlə bu insanın qanında fırıldaq, başqa şey, ancaq belə bir müsbət keyfiyyətlər, sədaqət, mənə qayıt. Əlim belə interesli bir belə şey, öpdüm səni. Mən də o fikirdəyim. Adamın qabağına halal Peyğəmbər Seyid nəslindən olan təmiz adam. O dostun köhnəsi, 30 ilin dostu, 20 ilin dostu adama elə xəyanət eləyə bilər ki, adama yalan danışa bilər ki, hətta adamın şəxsi həyatında da faciələr yarana bilər. Amma bir ilin təmiz halal bir adamı gələr.
Adam deyər bunu Allah hardan getirib, bu nə mənəviyyatlı insandır, nə ləyaqətli, nə bir qanı təmiz də, o qanı təmiz, zadəgan qanı olan insan. Yəni Ramiz müəllim həm də belə bir filosof idi, belə analitik idi. Hər də bir də gördün deyirdi ki, Faiq, sən mənim o bir xoşun gələn yeri var, özü həssas adam idi, o bəzi şeylərini oxuyanda ağlayırdı. Dedi o harası idi, onu bir dedi, deyir o bir yeri var, deyir ki, Tanrının kim olduğun, tək olan, insanın kim olduğunu tək olan Allah bilir. Mələklər hesabladı, yaxşıya yazdı mən. Yəni o qədər daxilində təmizliyin bilirdi ki, necə bir ləyaqətli insan olduğunu bilirdi ki, o hətta onu deyirdi ki, insanın kim olduğunu ən yaxşı Allah bilir də, ürəyin içində nələr gizlənib, nələr var, nələr yox. Deyir, mələklər hesabladı, sağdan soldan yaxşıya yazdı məni. Bir də məndən qabaq danışan dostlar deyir ki, o məndən soruş, vətən nədir, nə boyda, nə biçimdə? Mən deyirəm, vətən mənəm, vətən mənim içimdə. Yəni, bunun hər şeirində fəlsəfə var, belə gəlişi gözəl sözlər deyil, bu düşüncələr aləmindən çıxıb ortalığa qoyulan, belə Ramiz Əzbərlinin böyüklüyü də budur da, onun filosof olmağı, məntiq sahibi olmağındadır. Məntiq ustasıydı o insan. Zümrüt xanım da onu təsdiq edir, mənim təkidimlə gəldi, oturduq, Facebook səhifə, hamı o qədər like gördü, onu özü bir də qayıtdı ki, o əhvalat necə baş verib. Nəsə gəldik, rəhmətlik dünyasını dəyişməmişdən az öncə idi, az qabaq idi, oturduq bir qəşəng süfrə, yemək, içmək də belə nətərməli, oturandan sonra qəşəng Ramiz müəllim nərdə oynayırdı. Mən həmişə ona uduzurdum. Biraz Ramiz müəllimin xasiyyətinə uduzanda gördüm, biraz hirslənirdi. Amma mən uduzurdum, yəni mən yaxşı oynaya bilmirəm, onsuz da məndə yaxşı oynayırdı. Hiss edirdim ki, belə bir psixoloji cəhətdən xoşlu gəlirdi, udanda belə insanda da özünə məxsuslıq var. Dedim, Ramiz müəllim, sizdən bir xahiş edəcəm, bax Zümrüt xanım dəyərləşib. Məndən hamı soruşur, o sizin özünüz orada balaca bir epizodik rol var. Neynədin alə, bu ərağın tapılmıyor vaxtı, neynədin alə? Bu güldü, xoşuna da gəldi. Oradan aldın kardeşim. Qurbandım. Neynədin ha? Ərağın tapılmıyor vaxtında. Başladı bu əhvalatı qəşəng danışdı elədi. Çox belə həmin gün çox gözəl bir aura yaranmışdı. Zümrüt xanım da danışdı mənə belə. Ala elə bilsən, indi onu düz efirə getməyim mən belə. Ala elə bilsən, bir dənə sənsən bey balası, özdə belə də. Zümrüt xanım da bəy nəvəsidir. Yadınıza gəlir Zümrüt xanım, nətər güldük. Elə sən adamı onun haqqında keçmiş zamanədə danışmaq, həqiqətən adam pis olur. Adam elə bilir ki, belə bir ən əziz, ən ümumiyyətlə hamı balaca uşağa desən Ramiz Əzbərli bəxtizi. Yəni o ərağın tapılmayan vaxtı neynədir alə, o hamının belə bir cümlə deyil, hamının ürəyinə elə bir gülmək, belə necə deyərlər, hamını belə o əhval ruhiyyəsini qaldırır. Bu böyük sənətkarımızdır, çox böyük sənətkarımızdır. Bəli, o karifey sənətkarımızdır bizim. Elə belə sənətkar deyil Ramiz Əzbərli. Ramiz Əzbərli karifey sənətkarımızdır. Bəli, deyir ki, antika fəlsəfəyə baxır, deyir, insanın kim olduğunu, yəni ürəyinin dərinliyin içində də belə kəşf eləmək olar da. Siz görürsünüz ki, Faiq pis adam deyir, amma nə bilirsə ürəyimin dərinliyi insanın kim olduğunu tək olan Allah bilir. Yəni o qulaq asır, gör nə mələklər hesabladı deyir, yaxşıya yazdı məni. Başda nə məntiq fəlsəfə idi, Ramiz müəllim rəhməti. Adam otururdu, deyirəm bir gün qanı qaraydı, nəsə bir şey olmuşdu, bu hiss elədi. Dedi, o qapını çək, Rafa danışmışam. Qulağı vura gətir görüm, hələ, özü bir pakiləcəsə. Bir söz dedi, özümü saxlaya bilmirdim, əlimi dişləyirdim ki, belə, ya, indi rəngi rufunu açıldı. Belə bir gözəl insan idi, xeyrxalq. Elə bir ki, adama müsbət enerji, elə bir ki, yox, ancaq adama müsbət enerji verir. Adam ondan bir ünsiyyətdə olub, gedəndən sonra bir yüngüllük hiss eləyirdi, gülürdü, nə öz özünə. Belə evi ki, əhval ruhiyyə o qədər yaxşılar. Adam elə gülmək gəlirdi adama. Yəni o qəmlə, qüssədən adam uzaqlaşırdı. Allah ona qəni rəhmət eləsin, yeri behişt olsun. Əzizlərinə Allah Teala səbr versin. Biz həmişə o bizim ürəyimizdə heykəlin qoyub, həmişə bizim ürəyimizdə, qəlbimizdə yaşayacağız. Yəni Ramiz Əzbərlinin Azərbaycanın təkrar edilən mədəniyyət tarixində incəsənət özünə məxsus yeri var. Mən deyərdim ki, müstəsna xidmətləri var, unudulmaz bizim sənətkarımızdır, əvəz olunmaz. Həm bu insan filosofdur, həm alimdir, həm rejissordur. Həm də ki, o bayaq dediyim kimi, onun yaradıcılığı ilə şəxsiyyəti bir-birini tamamlayır. Məsələn, bir də deyirəm, Müşfiqə
danos yazanlar olub. Böyük sənətkarlar, ordenlər, medallar. Onlar şəxsiyyətcə nol olub da, istedadı olsa da. Amma müşfiq, o deyirlər ki, səni türmədən buraxırıq, belə eləyirik, sən Hüseyin Cavidə danos yaz. O deyir, ustadıma sağ əlinlə yazan danosu sol əlin baltalayar. Ramiz müəllim də belə bir şəxsiyyətli insan idi, vicdan sahibi idi. Onun yaradıcılığı ilə şəxsiyyəti üst-üstə düşürdü. Bax, onun ən böyüklüklərindən biri də oydu. Allah ona rəhmət eləsin, qəni-qəni. Yanıb külü qalacaq, bilmirəm nə olacaq, olanı xatirədir. Niyə yanır bu ocaq, yanıb külü qalacaq, bilmirəm nə olacaq, olanı xatirədir.